Bəhram Rəzəbzadənin simasında kimboksçularımız ölkəmizi layiqincə təmsil edirlər. Orxan Əliyev. Bəhram Rəzəbzadə dünya səviyyəsində tanınmış idmançıdır. Onu milyonlarla insan tanıyır və sevir. Qələbə münasibətlə təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram. Bu sözləri Azərbaycan Kimboksing Federasiyasının prezidenti Orxan Əliyev deyib. Bəhram ölkəmizi həm də yaxşı tanıtdırır. Onun döyüşlərini milyonlarla insan izləyir. Hər dəfə Azərbaycanın adı çəkiləndə insan qürur duymaya bilmir. Üstəlik, xaricdə yaşayan soydaşlarımız idmançılarımızı tək qoymurlar. Bəhramın son döyüşündə də yüzlərlə soydaşımız döyüşünü canlı izləyirdi və idmançımıza öz dəstəyini göstərirdi. Bugün ölkəmizdə idmanın inkişafı üçün hər cür imkan və şərait yaradılıb. Azərbaycan prezidenti Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idman siyasətini düzgün qurub. Bu siyasət gənclərin sağlam və vətənpərvər formalaşmasına böyük təsir göstərir. Azərbaycan Kimboksing Federasiyasının fəaliyyəti bu siyasətə uyğun aparılır. Orxan Əliyev federasiyanın ölkədə idmanın kütləviləşməsində xüsusi rol oynadığını qeyd edib. Hər bir kimboksçu buna öz uğurlu töhfəsini verir. Federasiyada bu ənənənin əsasını Azərbaycan Kimboksing Federasiyasının fəxri prezidenti Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev qoyub. Çalışırıq ki, bütün gücümüzlə ölkədə gənclərin idmana cəlb olunmasına nail olaq, deyə Orxan Əliyev əlavə edib. Qeyd edək ki, Azərbaycan Kimboksing Federasiyasının milli yığma komandasının üzvü, İslam Həmrəliyi oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısı Bəhram Rəzəbzadə Glory Kimboksing Peşəkar Təşkilatının aprelin 5-də Grand Prix 32'lik turnirində Niderlandlı Birjan Doves adlı ağır çəkili idmançı ilə mübarizə aparıb. Bəhram Rəzəbzadə birinci raundda rəqibini nokautla məğlub edib.